Salam uşaqlar. Bu günləri məntiq dərsliyimizin 105 və 106-cı səhifələrini yerinə yetirəcəyik. İlk öncə gəlin birinci sualla tanış olaq. Deməli, biz bilirik ki, birinci sıra aiddir, ikinci sıra aiddir, üçüncü sıra 3-ə, 4 də 4-ə aiddir. Bunu artıq bilirik. İndi gəlin əvvəlcə birinci sıra yox, birinci sütundan başlayaq daha doğrusu. A, T, D, C. Birinci sütunda heç bir təkrarlanan hərf yoxdur. İkinci sütunda R, R, A, A. 2 R var. 2 dənə də A var. Deməli 2, 1, 1, 2. Burada da 2 dənə təkrarlanan ədəd var. Amma buradan da bərabər sayda olduğu üçün müəyyən edə bilmirik. Üçüncü sırada A, A, N, N. Deməli 2-də də A var idi. 3-də də A var. Və N, N da davam edir. İndi üçüncü sıraya baxırıq. 1, 3, 3, 1. İndi həm ikinci sırada 2 dənədir, həm üçüncü sırada 2 dənədir. Hansı rəqəmdir? 1. Deməli A'lar oldu 1. İkinci sıradakı əgər 1-ləri silsək, yerdə 2 qalır. Deməli R'lar olur 2. Onda N'lar da olur 3. Harda N var yazırıq 3. A'lara yazırıq 1. Birinci ədədimiz artıq alındı. 12, 13. Birincидədir. İkincidə 213. Sonu 213 ilə bitən budur. 42, 13. Deməli, T oldu 4. T 4. 131 ilə bitən əvvəli 7-dir. Deməli, C oldu 7. Deməli, bunlara getdi. Yerdə nə qalır? 51, 36. Deməli, B, D 5-dir, K da 6-dır. İndi nə alınır uşaqlar? 46, 57 ya da 4657. O da var C bəndində. İkinci sual. İkinci sualı artıq bilirik. Deməli, burada bərabərlik işarəsi var. Sol tərəf sağ tərəfə bərabər olmalıdır. Və bərabərliyin sağında məhsul toplanan da var. Deməli, əvvəlcə ümumi cəmi tapacağıq. Ümumi cəmimiz, deməli, verilən fiquru çəkirik əvvəlcə. Bu bizim verilən fiqurumuz. Sonra bunun üstünə bunu gəlməliyik. Baxın, belə bir şey alınır. İndi məhsul toplananı tapmaq üçün məlum toplananı çıxmalıyıq. Bunları çıxırıq. Çıxdıqlarımızın üstündən dairə çəkib, onların silindiyini də göstərə bilərik. Bunu çıxırıq, bir də bunu. Yerdə nə qalır? Düz xət, buradan da bura bitişik xət. Yerdə bu cavab qalır. Bir dəqiqə. Deməli, bu qaydada. Aha, yerdə bu qalır. İndi bu çəkdiyimiz hansı bənddə var uşaqlar? A bəndində. A bəndini götürdük. Üçüncü sualımız. A'nı tapmalıyıq. A'nı tapmaq üçün də burada bizə verib. Toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. 8-dən 2 çıxırıq. A eləyir 6. Deməli, A'lar 6-dır. 6-dan 2 çıxırıq 4. 6-dan 4 çıxırıq 2. 6-nın üstünə 1 gəlirik 7. Bu da 6-nın özü. Nə alınır? 47 çıx 26. 7-dən 6 1, 4-dən 2 2. Cavab eləyir 21. Davam edək. 8 olub 10, 12 olub 15, 18 olub 22, 25 olub 30. Növbəti nə olacaq? 8 olub 10. Neçə artdı? 2. 12 oldu 15. 3 artdı. 18 oldu 22. 4 artdı. 25 oldu 30. 5 artdı. 2, 3, 4, 5. Deməli, növbəti artmalıdır neçə? 6 vahid. 17-nin üstünə 6 gələndə 23 eləyir. Deməli, A bəndi deyil. 42-nin üstünə 6 gələndə 48 eləyir. Bəli. 18-nin üstünə 6 gələndə 24 eləyir. 52-nin üstünə 6 gələndə 58 eləyir. Deməli, düzgün cavabımız nədir? B bəndi.
9 olub 14, 14 olub 12, 23 olub 28, 28 olub 26. Deməli, əvvəlcə artıb, sonra azalıb. 9 olub 14, nə qədər artdı? 5. 14 oldu 12, nə qədər azaldı? 2. İndi görək bu məntiq obrislərinə aiddir. 23 üstünə 5, 28, 28-dən 2 çıxıram, 26. Uyğundur. 12 üstünə 5 gəlirəm, 17, 17-dən 5 çıxıram, 12. 17-dən daha doğrusu 2 çıxıram, 15. Bu da uyğundur. Deməli, məntiqimiz düzdür. 16 üstünə 5 gələk. Eləyir 21. 21-dən də 2 çıxanda qalır 19. 21 və 19 C bəndində verilmişdir. 6-cı sual. 12 olub 23, 23 olub 45 və burada işarələrə fikir verin. Bu dördbucaqdır, bu dairədir. Deməli, dördbucaq bir əməldir, dairə bir əməldir. 12 olub 23. Nə qədər artır uşaqlar? 11 vahid. 12-nin üstünə 11 eləyir 23. İndi aşağıda yoxlayaq. 32-nin üstünə 11 gələndə eləyir 43. Deməli, kvadratımız 11 vahid artımı göstərir. 23 olub 45. Bu da 22 vahid artıb. İndi burada yoxlayaq. 22 vahid artıraq. 3-ün üstünə 2, 5, 4-ün üstünə 2, 6. Cavab eləyir 65. Deməli, A 6-dır, B 5-dir. 6 ilə 5-i də toplayanda eləyir 11. 7-ci sual cədvəl. Ayırırıq. 2 dənə qarpız olub 12. Hansı eyni ədədin 2 qatı 12-dir? 6-nın. Deməli, qarpız oldu 6. 6-nın üstünə 8 neçə eləyir? 14. 6-nın üstünə 19 neçə eləyir? 25. Bunları yazdıq yerinə. Bizdən portağalı istəyir. Portağalı da tapmaq üçün əvvəlcə armudu tapmalıyıq. Deməli, 14-ün solunda 6 var, yuxarısında armud. Armudun üstünə 6 gəlmişəm, eləyib 14. 14-dən 6 çıxanda nə qalır? 8. Armud da deyil, avokado. Avokado. Bu elədi 8. İndi 25-in solu 8-dir, yuxarısı portağaldır. Portağalı tapmaq üçün nə edirik? 25-dən 8-i çıxırıq. O da eləyir 17. 9-dan 13 olub 11. 19-dan 13. 21-dən 7 olub 19. Saatla papaq olub 24 və bizdən saatla papağın fərqini istəyir. 19-dan 13-ü çıxsaq qalır 6. 6 olub 11. 6-ın üstünə 5 gəlsə eləyir 11. Deməli, belə bir məntiqlə götürürük. Verilən ədədləri çıxırıq, sonra üstünə 5 gəlirik. İndi bu məntiqi ikincidə yoxlamalıyıq. 21-dən 7-ni çıxaq. 14. 14-ün üstünə 5 gələk. 19. Deməli, məntiqimiz doğrudur. Deməli, üstünə 5 gəlmişi 24 olub. 5-i gəlməsəydi neçə olardı? 19. Deməli, saatdan papağı çıxanda qalır 19. Sizdən də bunu istəyir. Saat çıx, papaq neçə eləyir? 19. Kublar. Deməli, 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə var. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə. 1 mərtəbədən 1, 2, 3 dənədir. 1 vur 3 edir 3. 2 mərtəbədən 1, 2, 3 dənədir. 2 vur 3, 6. 3 mərtəbədən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənədir. 3 dənə 15. Eləyir 45. İndi bunların cəmi. Bunların cəmi neçə eləyir? 45-in üstünə 6 eləyir 51. 51-in üstünə 3, 54. Deməli, burada var 54 dənə. İndi bunu çıxmalıyıq. Burada hər mərtəbədən 1, 2, 3, 4 mərtəbə var. Gəlin, indi bunu tapaq. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə, 4 mərtəbə. 1 mərtəbədən 2 dənədir. 1 vur 2, 2. 2 mərtəbədən 2 dənədir. 2 vur 2, 4. 3 mərtəbədən də 2 dənədir. 3 vur 2, 6. 4 mərtəbədən 1 dənədir. 4 vur 1, 4. İndi bunların cəmini tapırıq. 10, o da 6, 16. Deməli, burada da var 16 dənə. İndi bizdən nə istəyir? 54 çıx 16. 54-dən 16-nı çıxmalıyıq. 4-dən 6 çıxmaq olmur. 54-dən. Demək, 14-dən 6 çıxırıq. 8. 4-dən də 1 çıxırıq. 3. Cavab eləyir 38. Diqqət məntiqi. Yuxarıdakı şəklin güzgüdəki əksi aşağıdakilərdən hansıdır? Deməli, əgər burada qəhvə idisə, yuxarı aşağı qəhvə idisə, deməli,
Əks tərəfdə də buralar da olamalıdır qəhvəyi. İndi baxaq. Bax, burada yuxarı aşağı qəhvəyi deyil, mavidir. Deməli, bu getdi. Qəhvəydən sonra sarılar olmalıdır. Sarı, 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 sarı. Aha, üçündə də eynidir. Sonra ağ, yaşıl, ağ, ağ, yaşıl, ağ. Birinci sıra uyğun gəldi. İkinci sıraya keçirik. Yaşıl qəhvəyi sarı. Yaşıl qəhvəyi sarı. Sonra yaşıl olmalıdır. Yaşıl qəhvəyi sarı burada amma sarıdır. A deyil. Yaşıl qəhvəyi sarı, yaşıl, sarı, qəhvəyi sarı. C uyğundur. Yaşıl qəhvəyi sarı, yaşıl, sarı, qəhvəyi sarı. C ilə D uyğundur. Keçirik üçüncü sıraya. Sarı, mavi, qəhvəyi sarı. Sarı, mavi, qəhvəyi sarı. C variant düzdür. Sarı, mavi, qəhvəyi, yaşıl. D-də yaşıl verib. Deməli, uyğun deyil. Uyğunluğumuz C bəndidir. Rənglərlə bir-bir, siz bunu rəngləyib daha rahat tapa bilərsiniz. Hadisə sözünü deyir, sxemə sal. Hadisə adını, sözünü. Baxın, bax, belə bir şey alınır. 2 çıxıntılı və mən demişəm, nöqtələr çıxıntıya aid deyil. 2 çıxıntılı və 6 hərfli. Hansında uşaqlar? 2 çıxıntılı, 6 hərfli. C bəndidir. Sonuncu sualımız. Cümləni tamamlayın. İş insanı nə idi? Zəhmətidir, biliyidir, cövhəridir, həyatıdır. İş insanın cövhəridir. Atalar misalı budur. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm bütün tapşırıqları başa düşdük.